Quran-Kərimdə Ənkəbut surəsi vardı, Hörümçək surəsi, 41-ci ayədir, mən qeyd eləmişəm bura. İnnəl-ləzinə təxəzu min dunillahi avliya. Onlar ki, Allahdan başqa özlərinə rəhbər seçirlər. Kəməsəlil ənkəbut ittəxəzə beytən. O, hörümçək kimidir ki, özünə ev düzəldir. Sonra da Allah Taala'nın o Qur'anın o gözəl ibarətlərindən ki, biri deyir, evlərin ən süstü, ən zəifi Ənkəbutun evidir ki, əgər bilsiniz, bax, indi siz məndən də yaxşı varidsiniz Quranın ayələrinə, o təfsirinə. Orada gətiriblər, niyə burada Allah Taala on qala-qala başqaların gedib özünə rəhbər, dost seçənlərə deyir, elə bilsiz, bir dənə bu dostluqda, bu səltənət ki, başınızın üstünə qəbul edirsiniz, çəkmişsiniz, eyni ilə hörümçəyin özünə ev toxumağı kimi bir şeydir. Və hörümçək evi ən süst evdir. Onun neçə dənə, bir 10 dənə, 11 dənə səbəb gətirir hörümçək evinin o cür olmağına. Deyir, əvvələn özlülüyü yoxdur, damı yoxdur. Özlülüyü yoxdur, ta onu zəlzələdən saxlasın. Damı yoxdur, onu yağışdan, qardan saxlasın. Qapısı yoxdur, pəncərəsi yoxdur. Və adi bir dənə çox yüngül küləklə, nə toxunuşla məhv olub gedir. Və ən əsası da budur ki, hörümçək özünə o evi toxuyandan sonra əksər hallarda oradan çıxa bilmir. Qalır orada, deyil, özü məhv olur. Bax, bu Quran ayəsi bu cürə deyir. Əli əleyhissalam da bu fəsahətlə bu cümləni oxşadıb hörümçəyin tor toxumasına, özünü ev toxumasına. Mənası da, bir mənası da budur ki, fəhvə min ləbsi şübhat fi misli nəhsil ənkəbut, bu şübhələri toxumaqda eyni ilə hörümçəyin tor toxumağı kimidir. Yəni, bu şübhələrlə bu heç yerə gedib çıxa bilməyəcək. O şübhələr çox zəif bir şeydir. Onu heç bir istədiyi məqama çatdıra bilməyəcək. Niyə? Bunun nə özlülü var, nə damı var. Nə də fərri başlı bir divarı var. Və ən əsası da budur ki, bu hamıdan çox özünə ziyan vuracaq. Niyə? Necə o hörümçək o torun içərisində qalır, məhv olur. Bu da bu şübhələrin içərisində qalıb nə edəcək? Məhv olacaq.